Peyğəmbərdən sonra qızı Fatimə xanım evinin yandırılması ilə təhdid edildimi? Bu düz söhbətdir. Kimsə çıxıb deyir ki, tarixi mən dediyim şərtlər əsasında oxumalısan. Xeyr ola, sənə şərt diktə etməyə haqqın kim verib ki, məhz sənin kimi düşünməliyəm? Bugün Babək, Şah İsmail Xətai və sair şəxsiyyətlər haqqında niyə ziddiyyətli xəbərlər var? Hamı da iddia edir ki, mən dediyim düzdür. Elə Peyğəmbərdən sonraki hadisələr, səhabələrin rəftarları da belədir. İndi kimsə deyə bilər ki, bu məsələdən bizə nə? Bilirsiniz ki, mən Quranda maksimalist adamam. Tarixi və ya hədis ilə əlaqədar məsələlərə də yanaşma tərzim sıravi məzhəb tərəfdarları kimi deyil. Gərək hədislə əlaqədar məsələlər mövqeyinə uyğun olaraq Quranla düz gəlsin. Müsəlmanların böyük hissəsini təşkil edən iki cərəyanın hər ikisinin kitabında olsun. Səhih olsun, açıq aydın olsun və s. Yəni bu məsələ bir tərəfli aparılmamalıdır. İkincisi, bu məsələ ona görə aktualdır ki, Quran deyir ki, keçmiş hadisələri analiz edin. Gedib görün, sizdən öncəkilərin başına nələr gəldi, nə səhvlər və ya düz işlər etdilər. İbrət alın. Üçüncüsü, bugün Allah, Quran, Peyğəmbər haqqında haqsız sözlər deyildikdə susanlar, məsələ hansısa səhabədən düşəndə bərk narahat olurlar. Çünki səhabəni müqəddəs hesab edirlər. Əlbəttə bir sıra barmaq sayda olan səhabələrdən gedir söhbət. Bütün bunlar cəmi 5-6 səhabəyə görədir. Çünki onların üzərində əqidə qurulub. Əgər ədalətsizlik üzə çıxsa, deməli səhabələrin ədaləti məsələsi də sual altına düşəcək. Dördüncü, Quranın heç bir yerində mənə səhabələr müqəddəsdir, onlara tabe olmaq iman göstəricisidir və sair şeylər bildirilməyib. Əksinə, nə vaxt səhabədən söz açılsa, onların arasında münafiq, asi, nadürüst adamların olduğu da irəli çəkilib. Beşinci, əgər səhabələrin yolu düz sayılsa, o zaman biz onların bir-biri ilə münasibətində görürük ki, Peyğəmbərdən sonra bir-birinin qanını tökməyə belə hazır olublar. Səhabə yolu getməyin nəticəsidir ki, həmin şeylər indi müsəlmanlar arasında davadalaş, təkfir, qan tökmə silahına çevrilib. Necə o vaxt idisə, indi də belədir. Quran mənə Peyğəmbəri nümunə götürməyə buyurub. Mənim də yolum budur. Altıncısı, Peyğəmbərdən sonra qızının belə duruma düşməsi necə ola bilər? Axı, çox da vaxt keçməmişdi, deyə bilərsiniz. Cavab, İmam Əli xəlifə olarkən niyə ona qarşı bəzi böyük səhabələr müharibə açdılar? Necə olur ki, birinci xəlifəyə qarşı çıxanlar qəti şəkildə dindən çıxmış sayılır, lakin İmam Əliyə çatanda məsələ yozulur? Yaxşı, çox keçməmişdi. Necə oldu ki, Peyğəmbərin nəvəsi Hüseyni öldürdülər? Axı, nədir Peyğəmbər ailəsinə olan bu qədər düşmənçilik? Bütün bunlar insaflı, ədalətli, gözü məzhəb təəssübündən tutulmayan kəslər üçün açıq aydındır. Xanım Fatimənin evinin yandırılmasının təhdidi məsələsi müsəlmanların ən önəmli kitablarında yer alıb. Bunu kimsə dana təksib edə bilməz. Bəli, zamanla bunu yozmağa çalışanlar olmuşdu, amma danmaq mümkün deyil. Sadəcə məsələnin bir hissəsi barəsində danışmaq istəyirəm. Öz ənənəmizə uyğun olaraq iki cərəyanın da müttəfiq olduğu məsələdən. İbn Əbi Şeybənin Əl-Musannəf kitabına baxaq. Müəllifin doğum tarixi Hicrətin 159-cu ilidir. Bu kitab Buxari, Müsnəd kimi kitablardan da öncədir. Bu kitabda oxuyuruq. Allahın Rəsulundan sonra birinci xəlifəyə beyət edildikdə Əli və Zübeyir Peyğəmbərin qızı Fatimənin yanına gedir, onunla məsləhətləşir və məsələlərini onunla müzakirə edərdilər. Bu məşhur bir səhabəyə ki, gələcəkdəki ikinci xəlifəyə çatanda dərhal qalxıb Fatimənin yanına gəldi və dedi: Ey Allah Rəsulunun qızı, Allaha and olsun, atandan bizə daha çox sevimli heç kim yoxdur və atandan sonra səndən daha sevimli heç kim yoxdur. Allaha and olsun ki, bu sevgim mənə əngəl olmayacaq. Əgər bu bir neçə nəfər sənin yanında bir araya gəlsə, əmr edəcəyim ki, evi onların üzünə yandırsınlar. Fikir verin, bu hansısa dağın başında bir no-name ev deyil ha, Peyğəmbərin qızının evidir. Məşhur səhabə çıxıb getdikdən sonra Əli və Zübeyir Fatimənin yanına qayıtdılar. Fatimə onlara dedi: bilin ki, filan kəs yanıma gəldi və Allaha and içdi ki, yenə gəlsəniz, evi sizin üzünüzə yandıracaq. And olsun Allaha ki, and içdiyi şeydən əl çəkməyəcək. Odur ki, düşüncəli olun və məsləhətli iş görün. Bir daha yanıma gəlməyin. Bununla da onlar Fatimənin
yanından uzaqlaşıb birinci xəlifəyə beyət etdilər. Mən burada bəzi həssas adamları nəzərə alıb, bəzi adamların adlarını çəkmirəm. Bu rəvayətin axırı yalandır. Çünki əvvəlini təsdiq edəcək digər şahidlər var, lakin sonu isə Əməvi uydurmasıdır. Peyğəmbərdən sonraki İslam tarixini oxuyarkən çox sayda beyət almaq məcburiyyəti, təzyiqlər görürük. İslamda məcburi şəkildə beyət almaq varmı? Bunu Peyğəmbər edibmi? Yəni gelib kimisə təhdid edir, yığışın tez olun beyət edin. Hə olub keçib də bunu niyə qabardırsız axı? Fundamental məsələdir axı. Bu cür metodun ardınca gedən eyni şeyi indi də təkrarlayır. Gelib Allah adına cəmaatı müşrik, kafir elan edib baş kəsir, bomba partladır, beyyət tələb edir, müsəlman olmağa məcbur edir. Məsələn, İmam Əli xəlifə olanda onlarla sahabə beyyət etmədi. İmam Əli gedib onları təhdid mi etdi? Quran deyir, dində məcburiyyət yoxdur. Şuara 3-də oxuyuruq, onların iman gətirmədiyinə görə özünü həlak mı edəcəksən? Nur 54-də oxuyuruq, de Allaha itaat edin və Rəsula itaat edin. Əgər üz çevirsəz, bilin ki, o ancaq özünə həvalə edilənə cavabdehdir. Siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiz. Əgər ona itaat etsəz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır. Baxın mənim əzizlərim, Qurana görə kimisə nəinki beyyət etməyə, hətta mömin olmağa məcbur etmək varmı? Buxarinin 6-cı cildi Hüdud kitabında 2-ci xəlifənin dilindən nəql edilib. Allah öz Peyğəmbərini vəfat etdirdikdə Ənsar bizimlə ziddiyyətə düşdü və hamısı Bəni Saidə səqifəsində toplandılar. Əli Zübeyir və onlarla birlikdə olanlar da bizdən uzaq qaldılar. Əbül-Füda Əl-Muxtəsər fi Əxbar-el-Bəşər kitabında yazır. Beləliklə birinciyə beyət etdi. Lakin bir qrup Haşimlər ailəsi, Zübeyir, Ütbə ibn Əbu Ləhəb, Xalid ibn Said ibn As, Miqdad, Salman, Əbu Zər, Əmmar, Bəra ibn Azib, Übey ibn Kəb, Əli ibn Əbu Talibin tərəfinə keçərək beyət etmədilər. Eləcə də birinciyə beyətdən geri qalanlardan biri də Ümeyyə ailəsindən olan Əbu Süfyan idi. Daha sonra birinci xəlifə ikincini, Əli və onunla birlikdə olanları Fatimənin evindən çıxarmaq üçün göndərdi və dedi, əgər sənə itaat etməsələr, onlarla döyüş. Həmin bu ikinci bir alov parçası ilə evə yaxınlaşdı ki, evi yandırsın. Fatimə ona rast gəlib dedi, hara gedirsən ey filan kəsin oğlu, evimizi yandırmağa mı gəlmişsən? O dedi, bəli, ya da ümmətin qəbul etdiyini siz də qəbul edəcəksiniz. Bəli, Səd ibn Übadə və sair səhabələr də olmuşdu ki, beyyət adı altında təzyiq gördülər, lakin Peyğəmbər ailəsinin beyyət etməsi lazım idi. O da xoşluqla alınmırdı. Sual, burada nə var ki, təhdid edildi və salam da. Bayaq qeyd edildi ki, təhdiddən sonra getdilər beyət etməyə və salam. Yaxşı, Buxari cild 4, hədis 3998. Müslimin Səhih 1759-cu hədis. Fatimə bu məsələyə görə birincidən incidi və onunla danışmadı. Ta ki vəfat edənədək. O, Peyğəmbər vəfat etdikdən sonra 6 ay yaşadı. Vəfat etdikdə isə əri Əli onu gecə vaxtı dəfn etdi və birinci xəlifəni bu dəfnə dəvət etmədi. Cənazə namazını da özü qıldı. Bu aylar ərzində Əli beyət etmədi. Bu məsələ özü Musnəfdəki rəvayətin sonunun qondarma olduğunu göstərir. Peyğəmbərin qızı ki, beyət etmədi və salam. Məsələ bağlandı. Yəni bu məsələ qanuni Allah Rəsulu tərəfindən təsdiqlənmiş bir şey olsaydı, elə ilk Fatimə xanım beyət etməli idi. Əzizlər, mən əlavə şərh vermək istəmirəm. Fatimə kimdir, Əli kimdir, təhdid edilən evin yanından Peyğəmbər keçərkən nə deyirdi, daha sonra nələr baş verdi, ha belə bunun etik tərəfləri, Mədinə əhlini qorxutmaq hədisi və s. heç nə əlavə etməyəcəm. Bu məsələdə bir şey mənə aydın oldu. Məcburən beyət toplamaq işi həqiqətən də olur. Bu isə o şəxslərin şəxsi düşüncələri, gəldikləri qənaətdir. Belə düz biliblər, iştihad ediblər, lakin iş orasıdır ki, bu əməl tamamilə Qurana və Peyğəmbərin metoduna zidd olub. Allahın əmr etmədiyi və Peyğəmbərin etmədiyi bir şey edilib. Bunun hesabı nədirsə, Allah bilər, onlar bilərlər. Mənə düşən odur ki, bugün İslam ümmətinin yaşadığı ağrı acılar, ixtilaflar, qan tökmələrin kökü qədmə dayanır. Allahdan və Rəsulundan önə keçmək Qurana görə olmaz. Bir də nümunə olaraq Peyğəmbər seçilməlidir. Həm də Quranın bizə təqdim etdiyi Peyğəmbər. Salamat qalın.